Salam mənim əziz dostlarım, siz hamınız xoş gəlmisiniz. Mənim bugün NATO Akademinin təqdimatına və yeni İçəri şəhər ofisimizin açılışında sizi görməyimə çox şadam. Siz mənim üçün çox dəyərlisiniz. Ona görə ki, bu günləri bu sayı burada çox ola bilərdi, amma mənim üçün özəl olan insanlar buradadılar. Bilirsən. Sənə sadəcə can sağlığı arzu edirəm və bu mərkəzdə inşallah arzu edirəm ki, yeni xidmətlərinə, yeni texnikalarına gələk biz də, sənin dostların da faydalanaq. Bəli, sən çünki həm dosta çatansan, həm qohuma çatansan, hər bir insanlara heç vaxt neynim, necə edib, tənbəllik edib dala duran deyilsən. Harda varsa NATO da vardır. Sizin işinizdə də daha da uğurlar. Bir dənə söz var, deyir ki, ağacın başına çıxmaq istəyirsən, hədəfin gəri ulduzlar olmalıdır. Doğru. Sizin də indi maşallah olsun, hədəf qoymusunuz, hədəfinizdə o düşünəm sözü var, tıkır-tıkır çatırsınız hədəflərinizə, daha da irəli hədəflərə, daha da irəlilərə arzulayıram. Varlasınız, uğurlar olsun, varlasınız. Çox sağ olun.